Qan dövranı pozulmuş ayaqlarda müxtəlif dəyişikliklər ola bilər. Onların biri də rəng dəyişiklikləridir. Biz ona pigmentasiya və yaxud da hiperpigmentasiya deyirik. Ən çox bu venoz damarların patologiyasında rast gəlinir və bu artıq prosesin daha inkişaf etmiş formasını, daha qabağa gedən formasını göstərir və yəni problemin daha ciddi olduğunu işarə verir. Ona görə də bunun diaqnostikası çox önəmlidir. Yəni biz rəng dəyişikliyi nəyə bağlıdır? Arterial damar xəstəliyinə, venoz damar xəstəliyinə, bu və digər dəri xəstəliyinə bağlı olmağını müəyyən edib və son qərar olaraq müalicə taktikasını seçməyimiz üçün sizin müayinəyə gəlməyiniz vacibdir. Çünki rəng dəyişməsi vaxt keçir, müəyyən vaxtdan sonra uzun müddət sağalmayan trafiki xoralara keçə bilər. Belə olan halda təbii ki, müalicəni aparmaq xeyli çətinləşir, müalicə prosesi uzanır, sizin əlavə xərclərə də ehtiyac yaranır. Onun üçün də vaxtında gəlin ki, biz bu problemi araşdıraq, aydınlaşdıraq səbəbini və sizə lazım olan adekvat köməyi göstərə bilək.